Və cümlənin söz birləşməsindən fərqi odur ki, söz birləşməsində konkret bir fikir bitkinliyi olmur. Amma cümlədə fikir bitəcək və söz birləşməsi ən azı 2 əsas nitq hissəsindən ibarət olurdu. Cümlə isə bir sözdən ibarət ola bilər. Daha sonra cümlənin məqsəd və intonasiyaya görə növləri var. Belə ki, məqsəd və intonasiya odur ki, biz hər hansı bir cümləni müəyyən bir məqsədlə istifadə edirik. Məsəl üçün, nə isə soruşuruqsa, məqsədimiz soruşmaqdır və bu vaxt bizim intonasiyamız da ona uyğun olacaq. Tutaq ki, məsələn, mən evə gedirsən sözünü sual məqsədinlə verirəmsə, intonasiyam da ona uyğun olacaq. Belə sual verəcəm ki, evə gedirsən və ya sadəcə fikrimi çatdırmaq istəyirəmsə, intonasiyam ona uyğun olacaq ki, evə gedirsən. Bu şəkildə. Yəni, məqsəd və intonasiya nədir? Bizim hansı məqsədlə cümləni istifadə etməyimizə əsasən intonasiyamızı uyğunlaşdırmağımız. Məqsəd və intonasiyaya görə cümlənin 4 dənə növü var. Nəqli cümlə, əmr cümləsi, sual cümləsi və bir də nida cümləsi. Birinci olaraq başlayaq nəqli cümlədən. Nəqli cümlədə fikir, hadisələr bizdə nəql etmə, yəni nağıl etmə yolundan çatdırılacaq. Nəqli cümlənin sonunda nöqtə işarəsi qoyulacaq. Nəqli cümlənin xəbəri ismi xəbər də ola bilər, feili xəbər də ola bilər. Və nəqli cümləni intonasiya ilə biz sual və nida cümləsinə çevirə bilərik. Bunu sual və nida cümləsini izah eləyəndən sonra ətraflı şəkildə göstərəcəm. Deməli, nəqli cümlə ilə bağlı əsas qaydalarımızı bildik. Məsələn, kitab var, kitab maraqlıdır, dərsdə yorulmuşdu. Bu tip fikirlər hamısı nəqli cümlə sayılacaq. Və yadda saxlayaq ki, nəqli cümlənin xəbəri feilin əmr şəklində ola bilməz. Qalan bütün şəkillərdə hər formada ola bilər, amma feilin əmr şəklində ola bilməz. Ona görə bunu qeyd olaraq yadda saxlayırıq ki, nəqli cümlənin xəbəri feilin əmr şəklində ola bilməz. Bunun səbəbi odur ki, feilin əmr şəkli əmr cümləsində istifadə olunacaq. Ona görə nəqli cümlənin xəbəri əmr şəklində ola bilməz. Bu oldu nəqli cümləmiz. Daha sonra keçirik əmr cümləsinə. Əmr cümləsində xahiş, məsləhət, yenə təkrar bir də deyim, yadda saxlayaq ki, qrammatik əsas deyəndə mübtəda və xəbər nəzərdə tutulacaq. Yəni, bir xəbər, bir mübtəda varsa biz bunu götürürük sadə cümlə. Amma cümlənin 2 xəbəri və hər xəbərində öz mübtədası varsa, bu sayılacaq mürəkkəb cümlə. Və cümlənin növləri var ki, sadə və mürəkkəb ola bilər. Sadə və mürəkkəb cümlənin fərqi oradadır ki, sadə cümlənin bir qrammatik əsası olur, mürəkkəb cümlənin isə 2 və daha artıq qrammatik əsası olur. Qrammatik əsas deyərkən isə mübtəda xəbər nəzərdə tutulacaq. Məzmun olacaq. Əmr cümləsində sonunda nöqtə işarəsi qoyulacaq. Xəbəri yalnız feili xəbər olur, yəni ismi xəbərlə ifadə oluna bilməz. Və əmr cümləsinin xəbəri yalnız feilin əmr şəklindən ifadə oluna bilər. Başqa heç bir nitq hissəsi sözlə ifadə oluna bilməz. Yalnız feilin əmr şəklindən ifadə olunur. Daha sonra siz yazın, onlar yazsınlar. Feilin əmr şəkli bu formadadır və bizim əmr cümləmizin xəbəri də eyni ilə bu formada olmalıdır və sonda nöqtə qoyulacaq. Bu da oldu əmr şəklindən, yəni əmr cümləsindən bağlı. Daha sonra gəlirik sual cümləsi. Sual cümləsi sual məqsədindən istifadə olunur və bizim burada sual cümləsini istifadə etməyimizdə 2 məqsədimiz var. Birinci məqsəd odur ki, məlumat almaq. İkinci məqsədimiz isə məlumatı dəqiqləşdirmək. Məsələn, evə getsin, dərslərini oxusun, mən kitabları oxuyum, siz filmə baxın. Bu tip olanların hamısı əmr şəklidir. Və xatırlatma olaraq da feilin əmr şəklində olan feilə aid nümunə də göstərim ki, tam yadda qalsın. Məsəl üçün deyirik ki, mən yazım.
Sən yaz. O yazsın. Biz yazaq. Burada bir dənə qrammatik şəkilçidir. Xatırlatma olaraq deyək ki, arzu şəklində də yazaq formasında da, əmr şəklində də. Fərqi o idi ki, arzu şəklində 2 qrammatik var, yəni A-ə arzu şəkli, Q şəxs sonluğudur. Amma əmr şəklində bütövlükdə bir dənə qrammatikdir. Bunların fərqi odur ki, məlumat almaq məqsədindən olduqda biz cümlə şəklində cavab verməliyik. Amma məlumata dəqiqləşdirmək üçün olanlarda sual, təsdiq və inkar ədatlarından cavab verə bilərik. Yəni, hə, yox, bəli, xeyirlə cavab vermək mümkündür. Məsələn, deyirəm ki, dərsə getdinmi? Bəli, xeyir deyə cavab verə bilirik. Deməli, məlumatı dəqiqləşdirməkdir. Amma bugünkü dərsimiz nədir deyəndə məlumat almaq üçün olur. Daha sonra sual cümləsi 3 yolla yarana bilər. Birinci yolumuz olacaq sual əvəzlikləri. Sual əvəzlikləri bilirik ki, əsas nitq hissələrinin suallarıdır. İsim, sifət, say, əvəzlik hissələr, feilin sualları. İkinci sual ədatları. Sual ədatlarında köməkçi nitq hissələrində danışmışdıq. Bəs, məgər, yəni, mı, bir də ki. Bunlar olacaq sual ədatları. Bir də var sual intonasiyası. Üçüncü sual intonasiyası. Və yadda saxlayaq ki, sual ədatı və sual əvəzliyi bütün sual cümlələrində olmur. Amma sual intonasiyası bütün sual cümlələrində olacaq. Bunu qeyd olaraq yadda saxlayırıq ki, bütün sual cümlələrində sual intonasiyası olur. Və bəzən çaşdırıcı sual kimi qabağımıza nə çıxa bilər? Desək ki, nida cümlələrinin hamısında köməkçi nitq hissəsi nida olmalıdır, səhvdir. Köməkçi nitq hissəsi nida iştirak eləyə bilər, amma mütləq deyil. Yəni, biz intonasiya ilə da nida cümləsini yarada bilirik. Buna görə mütləq deyil. Məsələn, hiss həyəcanla desək ki, 5 aldım, bu artıq nida cümləsi olacaq. Sual intonasiyasında biz uzatma ilə yaradırıq. Məsələn, tapşırığı yazsın, evə getsin, bu formada olduqda intonasiya ilə yaratmış oluruq. Və gəldik nida cümləsinə. Nida cümləsi də hiss həyəcan bildirəcək. Sonunda nida işarəsi qoyulur. Və qeyd olaraq yadda saxlayaq ki, nəqli cümlə ilə əmr cümləsini intonasiya vasitəsindən sual və nida cümləsinə çevirmək olar. Yəni, biz intonasiyamızı dəyişərək, tutaq ki, nəqli cümlədə deyirəm ki, kitab maraqlıdır. Belə bir cümlə dedim, oldu nəqli cümlə. Amma desəm ki, sual intonasiyasına çevirsəm ki, kitab maraqlıdır, olacaq sual cümləsi. Və bu formada dəyişə bilərik. Məsələn, deyirəm ki, məktəbə gəlsin, əmr cümləsidir. Amma deyirəm ki, məktəbə gəlsin, artıq bu olacaq nida cümləsi. Yəni, dəyişə bilirik. Amma əsas vacib qeyd olaraq yadda saxlayaq ki, nəqli cümləni əmr cümləsinə, əmr cümləsində nəqli cümləyə çevirmək mümkün deyil. Deməli, nəqli cümləni əmrə, əmr cümləsini də nəqliyə çevirmək olmaz. Bunun səbəbi də yəqin ki, aydındır. Çünki biz demişdik ki, əmr cümləsinin xəbəri feilin əmr şəkli olmalıdır. Nəqli cümlənin xəbəri amma feilin əmr şəklində ola bilməzdir. Bütün məsələ buradadır. Ona görə nəqli ilə əmri bir-birinə dəyişə bilmirik.